Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1093 manat 80 qəpik olub. Yenavaz.com Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə müqayisədə 4 manat 30 qəpik azalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda orta aylıq əmək haqqı 1098,1 manat olub. Məlumat üçün bildirək ki, 2022, 2023 və 2024-cü illərin əvvəlindən ötən dövr ərzində və bu ilin yanvar-avqust aylarında ölkədə orta aylıq nominal əmək haqqı bu şəkildə olub.